Mənbənin EHX-ini tapmaq lazımdır ki, sonra açarın bağlı vəziyyətində də ampermetrin göstərişini tapa bilək. Açarın açıq vəziyyətində yuxarıdakı 2 ohmluq rezistor işləməyəcək, ondan cərəyan keçməyəcək. Deməli, burada 2 ohm var, burada da 4 ohm var. İkisi də ardıcıl birləşdiyinə görə ümumi müqaviməti tapmaq üçün onları toplayacağıq, 6 ohm eləyəcək. Və ampermetrin göstərişi 5 amper göstərirsə, deməli, EHQ bərabərdir IR-dən. IR ümumidən biz tapacağıq 5 vur 6, bu da eləyəcək 30. Deməli, EHQ-nın qiyməti olacaq 30 volt. Daxili müqaviməti nəzərə almadım, çünki onsuz da sıfırdır. Açarı bağladıqda bu iki rezistor paraleldir. Ona görə onların ümumi müqavimətini tapmaq üçün sayına böləcəm. İkisində müqavimət eynidir deyə. Bu eləyəcək 1. Bu 1 ilə bu 4 də ardıcıldır. 1-in üzərinə də 4 gələcək. Bu da eləyəcək 5 ohm. Yəni ümumi müqavimət olacaq 5 ohm. EHQ-nın qiymətini də bayaq tapmışdıq ki 30'dur. Onda I bərabər olacaq. EHQ bölünsün R ümumi. Yəni 30 bölünsün 5 eləyəcək 6 amper. Yəni 6 amper cəryan göstərəcək.